Aha. Deməli, baxaq ki, balam 11-ci tapşırıqda deyir ki, yüzlük karta əsasən aşağıdakılardan hansı səhvdir? Mən bayaqları ilkin dərs izahında sənə dedim ki, bizim yüzlük kvadratımız, yüzlük kartımız sətirlər və sütunlardan ibarətdir. Sətir deyəndə mən nəyi nəzərdə tutmuşdum? Hansı forma idi sətir? Zəhmət olmasa işarə ilə mənə göstər. Sətir deyəndə necə idi? Addımlamaq, bəli. Sətir deyəndə. Elə bundan nümunə göstərə bilərsən mənə. Buradan sətiri mənə göstər. Sətir falan. Aysel, bəs sütun hansıydı? Supersən, mükəmməl. Bu hissəni tam anlamısan. Sətir və sütunun fərqini də bilirsən. Deməli, bu ədədlərimizdə əgər belə bir böcək, nə bilim, quş işarəsi, başqa bir hərflər qoyulsa, demək ki, səndən bunu istəyir ki, həmin sətirdəki və yaxud da ki, sütundakı ədədləri tapasan, həmin o verilən ədədləri tapasan. Gəl baxaq görək, burada bizə kopyalar da verib. Baxaq görək, əgər burada 12-dirsə, deməli, mən neyniyərəm? Özü aşağı gedirsə, ədədlərim artacaq, rəqəmlərim, ədədlərim artacaq. Özü yuxarı gedirsə, deməli, rəqəmim mənim ədədim kiçiləcək. Əgər burada 12-dirsə, mənim buradakı ilbizimin qiyməti olacaq 2. Niyə görə 2 olduğunu mən tapdım? Çünki axı ədədlərimiz sətirlər üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 olaraq gedir axı. Bir də 10. Yəni sətir üzrə 1-dən 10-a qədər düzülür. Sütun üzrə isə 10, üzü aşağı doğru gedir. Yəni yuxarıdan aşağı doğru gedir. Sətir üzrə 1-dən deməli 10-a qədər soldan sağa doğru addımlar gedir. Sütun üzrə isə yuxarıdan aşağı 10 addımlayırıq. Əgər burada 1-dirsə, demək ikinci sütundakı 11. Üçüncü sütundakı neçə olacaq? 10 gedirsə 21. Bu sütundakı neçə olacaq? Aha, bu sütundakı 31. Ay, sağ ol. Bəs bu sütundakı? 41. Aferin sənə, bəli. Əgər bu 11-dirsə, deməli bu 12-dir. Burası 13 olmuş olacaq. Burası 14, burası da 15 olmuş olacaq. İndi baxıram, aşağıdakı 21-dirsə, bu neçə olacaq? Ay, Royal. Aha, bax, qırmızıladığım neçə olacaq? Bu 21. Sətir üzrədirsə 21-dən sonra neçə yazaram? Qırmızıladığım 22. 22, supersən. Bəs parabüzənin qiyməti neçə olar? Parabüzən. Aha, parabüzən də budur. Bunun qiyməti neçə olar? Bəli. Onun qiyməti neçə olar? 23, supersən. 23, aha. Biraz daha balaca yazaq. Əsas odur ki, dildə dedik, bildik. A-nın qiyməti neçə olacaq? İndi hamısını bir-bir yazmağa ehtiyac qalmadı. İndi ədədlərlə yazaq. Verilən şəkillərə əsasən yazaq. A-nın qiyməti neçə olacaq? A-nın. Aha, 23 budursa, deməli 24 bu olar. A-nın qiyməti də neçə olar? 25. 25, mükəmməlsən. İndi gəl düşək aşağıya A-nın qiymətini tapaq. A-nın qiymətini nətər taparsan? Əgər burada 41-dirsə... Ona 42 olmalıdır, boş xana. Ay, sağ ol, mükəmməlsən. Bəs A neçə olacaq? A-da 43. Əlasan, supersən. Bəs B-nin qiyməti neçə olacaq? Aha. Bu 44. Aha. Bəs B? 45. 45, mükəmməlsən. Bax, bunu anladınsa əlasan. İndi baxaq görək, deyir, bunlara əsasən, bu verilən rəqəmlərə, ədədlərə əsasən hansı səhvdir? Səhv olanı istəyir səndən. İndi baxaq, bu nədir? Çəyirtkədir. Çəyirtkə neçə idi? 21 idi. Çəyirtkənin qiyməti neçə idi? Aha, neçə yazmışıq çəyirtkəyə? 21. 21, supersən. Aparıb 21-i qoyaq yerinə çəyirtkəyə. Üstünə gəlsin, bu nədir? Aha. Böcək. Ağcaqanad yazaq. Aha, ağcaqanad. 21 üstə gəl ağcaqanad. Görək ağcaqanad haradaydı? Mən tapdım ağcaqanadı. Kitabından tap. Bax bu. Bunun qiyməti neçədir? 4-dür. 21-in deməli üstünə 4 gəlsək neçə eləyir? 25. Ay, sağ ol. 25-i biz hardan tapmışdıq oradakı işarələrdən? Hansına 25 qiyməti verdik? A variantı. A-ya. Deyir, bizdə hansı səhvdir? Deməli, A-mız düzdür deyə bunu götürə bilmərik. Biz səhvləri götürəcəyik. Oldu mu balam? İndi baxaq B variantının cavabına. Biz A-nı düz olduğuna görə götürə bilmədik. Bizdən səhv istəyir. B-yə baxırıq, arıdır. Arının qiyməti neçə idi? Arının qiyməti 43. 43 idi, əlasan. Kəpənəkdir. Kəpənəyin qiyməti neçədir? 1. 1. Deməli, biz burada nə edəcəyik?
Necə eləyəcəyik? 3 üstünə 1 gələcək. 42 4, üstünə. 44. Ay sağ ol. 44 səncə B-nin qiyməti eləmişdimi balam? Bəli. 44 B-nin qiyməti idi, yoxsa B-nin qiyməti başqası idi? B-nin qiyməti nə idi orada? 45. Aha, səncə o bizdə düzdür, yoxsa yox? Səhvdir. Səhvdir. Bizdən də nə istəyirdi elə? Səhvdir. Ay, B variantı. B variantı bəli, səhvdir. Supersən. C variantı da doğrudur. Gəl onu da bir yoxlayaq. Parabizənin qiyməti neçə idi? 23. Əla. İlbiz. 21. Buradaymış. 2. Ay, sağ ol. Bu hissə bax ortasında 25. bərabər varsa, bəli, 25 olduğunu tapdıq. Sol tərəfimiz 25-dir. Görək sağ tərəfimiz də bizə 25 verirmi? Bu bərabər işarəsi bilirsən ki, müqayisədə eyni olan cəmləri istəyir. Deməli, ağcaqanadın qiyməti neçə idi? Altı qanat. Aha. 4. 4, 21, 25. Hə, düz gedir. 21 üstə gəl. Çərtkənin də qiyməti 21 idi. Ağcaqanad 4. 4 üstə gəl 21. Həqiqətən də 25-i bizə verdi. Düzdür? Cəmləri bunların bərabərdir. Doğru cavab B variantıdır. Tam anlaşıldı mı balam? Bəli. Əla.